Hoş gördük əziz tamaşaçılar. Biz sizi salamlayırıq Qaradağlıq Vatan Arenasından. Bugün burada Qaradağlıq Vatan Cəbrayıl'ı qəbul eləyəcək və bu turun bağlanış oyunudur. Futbol saatı və Futbol Nəbzinin rəsmi YouTube kanalıyla birbaşa canlı yayımlanacaq. Sentyabr ayından başlayarak Peşəkar Futbol Ligasının 1. Ligada ayın dolu layihəsine start verildi. Layihə çərçivəsində ayın en güzel golunu vurduğu futbolcu ve onun formasını giyindiği klub Peşəkar Futbol Ligası tərəfindən mükafatlandırılır. Peşəkar Futbol Ligasının yeni qaydaları ilə keçirilən müsabiqədə futbol mütəxəssisləri tərəfindən 1. Ligada november ayının en güzel golü Qaradağlıq Vatan Futbol Klubunun oyuncusu Yuvan İsmailov'un golü seçilir. Beləliklə, Yuvan İsmailov Peşəkar Futbol Ligası Medya ve Marketing Departamentinin direktörü Salam Abdullayev tərəfindən mükafatlandırılır. Və ayın gol mükafatı Qaradağlıq Vatan oyuncusuna təqdim olunur. Təbrik edirik. Salam Abdullayev'i gördünüz. Medya ve medya şöbəsinin yəni rəhbəridir Salam Abdullayev. Və ayın gol mükafatı Qaradağlıq Vatanın oyuncusuna təqdim olundu. Təbrik edirik biz də. Baş məşqçiləri təqdim edeyim. İlk öncə və baş məşqçiləri təqdim edeyim, amma ilk öncə meydan sahiblərinin baş məşqçisi Qaradağlıq Vatanın çalışdırıcısı Füzuli komandasının keçmiş baş məşqçisi və əvvəllər Azərbaycan millisinin sabiq oyuncusu Amid Quluzadə. Cəbrayıl'ın baş məşqçisi isə artıq Təmkin Xəlilzadə olacaq. Düzdür, hələ ki onunla müqabilə imzalanmayıb, amma yaxın günlərdə ola bilsin ki, yəni Təmkin Xəlilzadə artıq baş məşqçi postuna gələcək. Cəbrayıl'ın hələlik İlhad Nəzirlidir. Cəbrayıl'ın baş məşqçisi Qaradağlıq Cəbrayıl komandası xatirə şəkli çəkdirdi və indi isə Qaradağlıq Vatan oyuncuları xatirə şəkli çəkdirir. Uğurlar arzu edirik hər iki komandaya. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseynağa. Oyun başlayır.